Bu video yalnızca bilgilendirme amacıyla hazırlanmıştır. Amacımız, kullanıcıları doğru ve güvenilir bilgilerle yönlendirmektir. Videoda herhangi bir yasa dışı işlem, yanıltıcı içerik veya YouTube topluluk kurallarını ihlal eden bir unsur bulunmamaktadır. Tüm işlemler yasal çerçevede ve eğitim amaçlı gösterilmiştir. Salam əziz dostlar və kanalımızın izləyiciləri, bu günlərim yepyeni bir videodan sizlərin qarşınızdayım. Əziz dostlar, bugünkü gündə həm TV Box aparatlarına, həm Android televizorlara, həm smart televizorlara türk kanallarını necə yükləmək lazımdır, qanuni şəkildə sizlərə başa salacağım. Ümumiyyətcə, əziz dostlar, hər hansı bir proqramı televizor Play Marketindən kənar şəkildə yüklədiksə, həmin o proqramı güvəndiyiniz antivirus proqramından, tarayıcıdan keçirməyinizi sizlərə tövsiyə edirəm. Bu videomuz ümumiyyətcə bilgiləndirmə məqsədi ilə paylaşılmış bir videodur. Heç bir illegal şəkildə, heç bir qanunsuz videolarımız bizim kanalımızda paylaşılmır. Əziz dostlar, bəzi insanlar görürəm ki, bizim yorumlarda yazır ki, bunu mən düzgün yaza bilmədim, bu belədir. Bu elədir. Yəni, əziz izləyicilər, əgər normal işləyənini istəmək istəyirsinizsə, özünüz bizim WhatsApp nömrəmiz var. Bizlərə müraciət eləyin, zəhmət olmasa. Gecə vaxtı, saat 1-də, 2-də və yaxud da 12-də heç kim, xahiş edirəm artıq dərəcədə, WhatsApp-a yazmasın ki, bu belə oldu. Çünki mən həmin momentdə istirahətdə oluram, bir sözdən yatıram, mən də insanam. Gecə sənin bir zəngin mənim bütün yuxu sistemimi pozur. Yəni, əziz dostlar, bunları da sizlərə bildirmək istədim. Əziz dostlar, ümumiyyətcə, türk kanallarına baxmaq istəyirsinizsə, bu smart televizorlarda, TV Box aparatlarında rahat şəkildə, ilk öncə bəzi proqramlar var, onları yükləməlisən. Qazansız şəkildə işləyir, bunları nəzərdə saxlayın. Qazansız şəkildə, sadəcə internet vasitəsindən işləyir. Heç bir antena, heç bir qurraşdırma, heç nə, məsələn, külək aslı qurraşdırdı, bu getdi. Belə problemlər olmur, əziz izləyicilər. İlk öncə sadə yolunu sizlərə başa salıram, nə etmək lazımdır? İlk öncə TV Box aparatınızda Play Market hissəsinə girirsiniz. Biz də burada Play Marketə girəcəyik. Play Marketə girdikdən sonra smart televizorlarında hər birinin özünə aid Play Marketi var, əziz dostlar. Sony televizoru olsun və bu proqramlarda istifadə edə bilərsiniz. Heç bir problemsiz şəkildə işləyir. Zəhmət olmasa bu videomuzu axıracan izləyin və izləyərkən bir dənə like qoymağı yadınızdan çıxartmayın. Çünki biz bu videonu saatlardan əziyyət çəkirik. Sizlərə göstərmək üçün, sizlər baxmağınız üçün. Sizlərsə bir dənə like qoyub və yorum yazmaqdan bizləri çox sevindirirsiniz, əziz dostlar. Deməli, bir çox proqramlar var. Mən bu günlərim sizlərə təkcə bir proqramı göstərəcəm. Proqramımızın adı televizor proqramıdır. Ümumiyyətcə, mən sizə bir söz deyim, bu televizor proqramı qanuni şəkildə proqramdır. Yəni, qanunsuz proqram deyil. Hər hansı bir yükləyən zaman heç bir qorxmadan, rahatlıqda yüklüyorsunuz. Bax, televizor yazılır. Bunu yüklüyorsunuz. Bunu yüklədikdən sonra diqqətli şəkildə baxın, aç sözünü basırsınız. Sizlərə göstərmək üçün yenidən yüklədim, təmiz sildim, yükləsin deyə. Yəni, bu proqramı indi rahatlıq şəkildə, indi hal-hazırda yükləsin. İndi isə keçək bizim əsas məsələmizə. Burada mən kəsirəm videonu, sizlər isə bundan sonranı izləyəcəksiniz. Artıq proqramımız açıldı. Proqramımız açıldığına da görə yeni listə oluşdur sözünü birbaşa basırıq. İkinci yeni bu X koduna keçirsiniz. Və burada 4 dənə xana gələcəkdir, əziz bizi sevərlər. 4 dənə xanaya deməli, birinci öz adınızı yazırsınız. Bu sadəcə bilgiləndirmə məqsədi ilə paylaşılmış bir videodur. Heç bir proqramı pirat şəkildə bizlərdə paylaşılmır. Zəhmət olmasa bunlara dəqiq şəkildə riayət eləyin. Hər hansı bir yorumda yazanda belə, yorumların altında ona belə riayət eləyin, zəhmət olmasa. İkinciyə məsəl üçün 2 nöqtə qoyuruq qabağına.
2 nöqtə, yəni ikinci cərgə deməkdir. Yəni bunu siz yazmırsınız, əziz izləyicilər. 2 nöqtə ikinci cərgə deməkdir. 3 nöqtə üçüncü cərgə deməkdir. 3 nöqtə üçüncü cərgə deməkdir. 4 nöqtə dördüncü cərgə deməkdir. Tam şəkildə, yəni başa düşdünüz, çox güman ki. Bunu birbaşa adamlar var ki, video gələn kimi birbaşa keçir həmin bu hissəyə, ora qoyduğum hissəyə ki, tecənə yükləsin, çıxsın, geçsin. Yox, əziz izləyicilər, bunu belə eləməyin. Belə eləmək bizim kanalımıza həddindən artıq çox ziyan verir. Zəhmət olmasa düzgün şəkildə videomuza axıracan izləyin. Buradakı sözlərimizi diqqətli şəkildə çatdırın. Bizdə hal-hazırda Krosno aparatlarında kanalların yığımı olacaqdır. Əgər bundan qabaqçı videomuzda Dreamstar aparatı izləyənlər varsa kanalımıza, əgər izləməyənlər varsa Dreamstar aparatının kabeli xətti ilə necə kanallar yığılır, ona baxmaq istəyənlər varsa burada sağ köşədə i butonuna qoymuşam, yəni çıxacaqdır sizlərin qabağına. Yəni onu basaraqdan keçib birbaşa legal şəkildə, qanuni şəkildə Dreamstar aparatı necə yığılır, həmin o videoda baxa bilərsiniz, əziz izləyicilər. Əziz izləyicilər, artıq yazdıqdan sonra bütün hamısı göstərəcəkdir. Yəni buna da baxmağınız üçün rahat şəkildə, düzgün şəkildə yazın. Nəzərinizə çatdırım, 2 nöqtənin qabağına 2 yazmışam. 3-cü cərgənin qabağına 3 nöqtə yazmışam. 4-cü cərgənin başlanğıc hissəsini, H olan hissəsini, başlayır 2.2 xəttə kimi olan hissəni YouTube'da yorumlarda sabitləyəcəm. Kanalımıza abunə olmayan heç kəs onu görə bilmir, bildirimləri aktiv şəkildə görməlidir. Yorumlara girəndə yazır ki, yorum sahibi sabitlədi. Ən birinci çıxır, yəni bilin. Ən birinci şəkildə çıxır. Düzgün şəkildə yazın zəhmət olmasa, nöqtələrə, ondan sonra bax, 4-cü nöqtə qoyacam. Bax, məsələn, 4 nöqtə qoyuram. 4 nöqtənin qabağındakı sarı hərfdən olanların bütün hamısını düzgün şəkildə yazın. Nöqtə, 2 alt üst nöqtələr var orada, xətt var belə ən sonda. 0 var, o ən sona xəttə kimi. Xətti belə yazmalısınız, zəhmət olmasa onu belə düzgün yazın. Yazmasanız, sizlər bu işləməz sizlərdə. Yəni, belə olacaq. Əziz dostlarımız, indi keçək bizim əsas məsələyə. Bizim əziz dostlar, kanalımız təkcə bu kanal deyil. Bizlərdə hər cür kanallar olur. Ümumiyyətcə, bizlərdə bilgiləndirmə məqsədi ilə, eğitim məqsədi ilə paylaşdığımız videolar həddindən artıq çoxdur. Zəhmət olmasa o videoları da bəyənin. Mən dünənlərim Dreamstar aparatının kanal yığmağını sizlərə göstərdim. Dreamstar aparatının kanal yığmağında mən həmin o izləyicilərin girib baxıb tez çıxmağını, ondan canım sizlərə desin, like qoymadan çıxmaqlarını, yəni həddindən artıq şahid oldum. Bu da mənim üçün çox belə pis bir şeydir ki, yəni mən neçə ildir, neçə aydır əziyyət çəkirəm. Yəni bundan ötürü. Əziz izləyicilər, ən azından boş vaxtınız olsa, girin bizim o keçmişdəki videolarımıza, sizə lazımsız belə olsa, keçmişdəki bir videolarımıza baxın, like qoyun, ən azından bir şeylər öyrənməyə çalışın. Bizim kanalımızda təkcə nə aparat, TV box, yəni bunların olmayacaq. İnşallah qazanla, antinadan olan bütün kanal sistemləri, burada gördüyünüz bütün hər şeyin incələnmələri olacaqdır. Bir usta kimi mən sizlərə bunlar barəsində ətraflı məlumat verəcəm. Kameralar barəsində ətraflı məlumat verəcəm. İndi bu bir hissədir. Mən bunları sizə tam dəqiq göstərmirəm ətrafımızı. Bizimiz özümüz, yəni bunun şeyi deyilik. Biz bunun ustasıyıq, əziz izləyicilər. Kimsə bizə girib orada, yorumlarda bizə axıl öyrətməsin, zəhmət olmasa. Bizlər hamısını dəqiq bilirik. Nə eləmək lazımdır, nə eləmək lazım deyil. Adamlar var, soruşur məndən. Ne ekranda blur qoysan, bulanlıq qoysan. Bulanlıq qoymasam, qardaşım, YouTube politikası deyilən bir şey var. Buna da bizim kanal yox, bütün gördüyüm bütün kanallar uymalıdır. Kimdəsə açıq şəkildə göstərə bilər nəsə, biz göstərmirik, qardaşlar. Yəni, konkret deyirəm, bizlərdə elə şeylər yoxdur. Əgər belə göstərəni istəyirsinizsə, gedin göstərən.
ən aşağısı bir aydan sonra həmin kanalı siz tapa bilməyəcəksiniz. Və bunu da mən sizlərə şəxsən, mən öz adım bildiyim kimi onu da bilirəm ki, yəni ən aşağısı maksimum 1 ay, maksimum 3 ay gedir elə kanallar. Ona görə də biz elə kanallar kateqoriyasına daxil deyilik. Zəhmət olmasa düzgün şəkildə şey eləyim. Bizim burada paylaşdığımız hər hansı bir proqramı, hər hansı bir şeylərmi bizim öz ustalığımızdan, öz savadlığımızdan irəli gələrəkdən paylaşdığımız şeylərdir. Zəhmət olmasa diqqətli şəkildə baxın bizim bütün hər kanallarımıza. Ümumiyyətcə bizim kanalımızda illegal videolar paylaşılmır. Çünki bizlər elə şeylərin qarşısını almağa çalışırıq. Bəzi insanlar var, məsələn, bəzi insan var ki, məsələn, bu StarSat SR 2075 HD-dir. Və yaxud da bu OpenBox-dur. Və yaxud da bu MP3 playerdir. Maşınlar üçün Pioneer mikrosxeminin səsindən çox super çıxan. Həddindən artıq çoxdur, yəni bizdə. Elə bilməyin ki, yoxdur. Hətta bu tərəfdə belə, yəni göstərə bilərəm. Yəni, əziz izləyicilər, biz nəyisə paylaşırıqsa, deməli biz bunu bilirikdən, bilərəkdən paylaşırıq. Bəzi insanlar var ki, evlərinə usta çağırırlar və konkret deyirəm. İnsanlar var ki, evlərinə usta çağırır, usta konkret gəlmir və yaxud da usta əl çatan elə bir yerdədir ki, əl çatan deyil. Mən bu videoları paylaşıram ki, həmin o şəxslər girsin, məsəl üçün, StarSat 2075 aparatının. Heç nəyini başa düşmür həmin şəxs. Bizim videolarımıza dəqiq şəkildə baxsın və bizim videolara baxaraqdan ən azından evində bir dənə kanalsa da tutsun, yıxsın, yəni baxa bilsin evində. Bunlar üçün paylaşırıq. Yoxsa adamlar var, bütün günü yazır mənə şeydə, yorumlarda. Qardaş, filan şey paylaş. Paylaşıram, əlimdən gəldiyi qədər paylaşıram. Amma bizim kanal təhcə o kanaldan deyil. Zəhmət olmasa elə şeyləri yazmayın. Bizim kanalımızda hər şey var. Əgər bizim kanalımızı o şeyə görə takip eləyirsinizsə, zəhmət olmasa takipdən çıxın. Yəni biz elə şeyi xoşlayırıq. Biz elə kitləni yığmırıq bizim kanalımıza. Bizi həqiqətən sevən, dəstək verən insanları biz yığırıq burada. Burada mən məsəl üçün YouTube vasitəsilə elə bir insanlar tanımışam. Məsəl üçün Rusiyadan. İndi özləri də burada yorumlarda yazacaqlar. Çox sağ olsunlar. Məsəl üçün mən elə bir işim olur. Birbaşa paylaşıram. Deyirəm, qardaşım, mənə filan şey, sən Rusiyadasan, mənə filan şey köməkliyi lazımdır. Canla başdan, yəni, elə bir öz qardaşına necə edirlər, bizə də onu eləyirlər. Yəni ki, demək istədiyim odur ki, burada biz dost yığırıq, kitlə yığırıq. Burada biz kimlərinsə, bəzi bir dənə, YouTube'da bir dənə yorumu görmüşdüm. Sən cahamatı sarıyırsan konkret, nəsə belə bir şey yazıbdır. Buradakı mənim bu yığdığım bütün takipçilər, yaxşıları. Əlbəttə ki, mənim kanalımda yaxşılar olacaqdır. Burada bizim çoxsu bizim bacımızdır, çoxsu bizim qardaşımızdır. O demək deyil ki, mən indi deyəcəksiniz ki, niyə sən deyirsən ki, saat 9-dan sonra mənə WhatsApp-da yığma. Çünki qardaşlar, hər bir insanın istirahət vaxtı var. Mən onsuz da ki, bu videoları çox çətinliklə çəkirəm, həqiqətən. Mənim işləri tullayıram ki, videoları çəkdə əhatə toplamağa çalışırıq. Bəziləri kimi gedib filan şeydə, nədir onun adı, indi bir demirəm adını, orada girib videolar paylaşmıram ki, orada bilirsiniz ki, orada kitle yığmaq çox asan bir şəkildədir. Sırf burada yığmağa çalışıram. Bəzi elə dostlarımız var ki, məsələn, Şəkidən bir usta yoldaşımız var, dönəm mənə yazır ki, Cavad, mən filan şeyi YouTube'da paylaşmaq istəyirəm, nə məsləhət görürsən? Mən də ona bildirdim ki, qardaş, sən bunu belə açıq şəkildə paylaşsan, şey olacaqdır, sənin kanalın bağlanacaq. Deyir, niyə? Deyirəm ki, bu politikaya girir də, sənin politikana uyğun deyil. Yəni, demək istədiyim odur ki, yəni bizim burada izləyicilərimiz, bizi o girib like qoyanlar, bizi sevən insanlardır. Hamısını da mən qarşılıqlı şəkildə, hamısını da biz sevirik. Yəni, əziz dostlar, girib hər hansı bir pis sözləri yazmağı, yəni yığışdırağın, zəhmət olmasa. Yəni, bunu demək istədim sizlərə. Deməli, bunu da izləyəndən sonra kanalımıza abunə olmağı, like qoymağı və yorum yazmağı yaddan çıxartmayın, zəhmət olmasa. Kanalımızı izlədiyiniz üçün təşəkkür edirəm. Bundan sonra nə videosu
nə videosu gəlməyini istəyirsinizsə, zəhmət olmasa yorumlar şəklində bizlərə yazın. Özüm like qoyacam. Ən çox kimin yorumu like gəlsə, ən çox kimin yorumunda like gəlsə, həmin o şeyi çəkməyə çalışacağam. Hələlik izləmədə qalın.